Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qurban Bayramı ilə əlaqədar ölkədə dana və quzu ətinin qiymətində artım qeydə alınıb. Xəbər verilir ki, məlumata görə ötən 2 gündə Bakıda dana əti 17-18, quzu əti isə 22-23 manata satılıb. Rayonlarda isə bu qiymət fərqi olaraq 16-17, 20-21 manat arasında dəyişib. Bakının Zabrat kəndində iri buynuzlu və xırdabuynuzlu heyvanların kəsimi ilə məşğul olan Elxan adlı şəxs saytımızın açıqlamasında qiymət artımının müvəqqəti xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Məhərrəm ayının başlaması ilə qiymətlərin yenidən sabitləşəcək. İyunun 16-sında Məhərrəm ayı başlayır. Təxminən 2 ay Bakıda toy və nişan məclisləri keçirilməyəcək. Bu zaman qırmızı ətə olan tələbat kəskin aşağı düşəcək. İyunun 16-sından etibarən dana ətinin qiyməti 1, quzu ətinin qiyməti isə ən azı 2 manat ucuzlaşacaq deyə qeyd edib.